dilleri, ömrümün en şirin duygulu. Bugün Xalça kənd orta məktəbinin 1976-cı il B sinif buraxılışı 50 illik görüş ərəfəsində sinif yoldaşları Mərdan Məmmədov, İsmət Əliyev, İmamverdi Qurbanov, Ramiz Mehdiyev və Oruc Səfərov olmaqla, həmçinin kəndimizin müəlliməsi Rəxşəndə Qurban qızı və mənim iştirakımla görüş keçirilmişdir. Görüş zamanı Tamara xanıma xoş arzular dilənmiş, sağlığına qovuşmasını, canının sağ olması dilənilmiş, həmçinin məktəb haqqında sinif xatirələri önlərilərək xoş bir əhval yaradılmış. Gelmez edip dayandım. Bu geldi. Bu da bırakıyordu. Bu elde vergiydi o. 50 böyle koydu bile başıma dedi sen yaxşı okuyan şahit dersinde bize ben bile ne diyor yaxşı oku ben yaxşı okursan bana bir şapalak koydu. Başım geldi taskıya. Döndüm böyle biri de solukay vurdu. Kirəsin ki, bu olacaq, mənə yox, bu qohum ki məndir. Mənim meylimə sırılacaq burada. Göz elədim, qapıya bir təbiş. Dedi, get gələcəm axşam dədən yanına. Getdim evə, dedim ana. Qasım əlim mənim döydü. Çıx qabaq, gələndə elə qalama deməsin. Sağ ol. Ama Kiriden içeriye çıkaramıştı, gözden bir buna var. Saat 4'e yakın gün ama Kasım benim yavaş yavaş ya. Dedim ana, Kasım daha geldi. İlla ki onu da bu kağam bilmesin. Geldi ayağım oğlu hoş geldin, sonra sabah gelsen ben. Dedi ayağımı kızım bu Fəhrəddin yaxşı oxuyur, Smar yaxşı oxuyur, bu niye ters alır da? Deyir çövür bu ders yapıyor. Deyir Almanın bir gündür, əlsən gələndə işlədəmə. Deyirsən ha, səndən beter gün azalacaq olur, ben bilirəm deyir. Otur əzəmizdən şahitdir. Deyir mən də devirəm, bu yaxşı oxuyur. Okuyan olmamış ya orada. Cümle vermişti, Kasım Hanım eve cümle vermişti ki uşaklar. Ben bunu qeydirəm. Cümle yazasınız, suşesiz senin altından bir xət, klavurun altından iki xət çəkəsiz. Səhər Kasım Hanım gəldi, dəftərləri yoxladı. Baxdıq, rəhməti gülür. Yazıb, Sultan yazıb, Fatma İbrahim Xans, Fatma suşesiz senin İbrahim Gülakov. İbat İbrahim futbol. İbat değil, suşesiz senin İbrahim Gülakov. Kaşı günlərini olmalı. Göstərdiyi qonaqpərvərliyə görə Tamara xanıma, Siyabənd müəllimə və bacısı Çimnaz xanıma sonsuz təşəkkürümüzü bildiririk. Ömrümün en şirin